Deyirlər övladlarınıza hər şeyi başa salmayın. Bu belədir, o elədir. Bəziləri tərbiyəni ancaq nəsihətdə görür. Hər şeyi izah eləyim övladıma. Güya ki bu sevgidir. Əslində bu sevgi deyil. Sən imkan ver, özü düşünsün, özü tapsın, səhv eləsin, səhv eləmək fürsəti ver, səhvdən qayıtsın. Məhəbbət belə olar ki, sən şəxsiyyət formalaşdırsan. Sən onu doğrudan da sevirsənsə, hər şeyi onun əvəzindən eləməməlisən. Sevgi onu tələb edir ki, sən şərait yaradasan, bu şəxsiyyət kimi inkişaf eləsin. Sevgi budur. Sevginin tələbi budur. Sən şərait yaradasan, imkan yaradasan ki, övladın şəxsiyyət kimi inkişaf eləsin. Yoxsa sən sevirəm, balamı sevirəm, hər şeyi mən eləyəcəm, sən otur yerində. Bu xəyanətdir, bu düşmənçilikdir uşaqla. Sən fikirləşmə, mən fikirləşəcəm, onu həyat gözləyir qarşıda. Bu sevgi deyil, bu xəyanətdir. Onun düşüncə nurunu söndürürsən. Sən imkan ver, qoy səhv addım atsın, ev yox. Qoy özü səhv eləsin, sən kənardan bax, istiqamət ver, amma aram-aram, hörmətini saxlayaraq. Şəxsiyyət ver övladına.